Deməli, YouTube'a müdaxilə. Hüquq mühafizə orqanının hər bir sosial şəbəkə ilə dövlət müqaviləsi olduğuna görə rahatlıqla ora müdaxilə eləyə bilirlər. 2022-ci ilə qədər davam edən məşhur Kapital Bank dələduzluğudur. Azərpost dələduzluğu və digər dələduzluqları da məhz bu metodla həyata keçirdilər. Və əlbir olduğu xarici vətəndaşlarla, hansılar ki, kart məlumatları xarici vətəndaşlara gedirirdi, hakerlərin əli ilə, belə deyək də, sosial şəbəkələr tapılırdı. Hər bir mobil nömrə bir sosial şəbəkəyə bağlıdır. Bir neçə sosial şəbəkə əslində, Instagram və s. axırda. Bankın əməkdaşı, Kapital Bankdan əməkdaşı bank məlumatlarını göndərirdi. Kənan Hacıyevdir, İbrahimdir və s. digərləridir. Bank əməkdaşının verdiyi məlumatlar əsasında mobil nömrə təyin edilirdi. Mobil nömrə tapıldıqdan sonra qurbanların sosial şəbəkələri təyin olunurdu. Və onlara bu növ, buna bənzər, belə deyək, bu oyuna bənzər hal-hazırda bir növ Kapital Bank proqramı gəlirdi. Xarici vətəndaşların əli ilə eləyib beləliklə iz itirirdilər. Pullar isə öz kartlarına necə qayıdırdı? Çox sadə yolla bu cürlə oyun vasitələri ilə Azərbaycan vətəndaşlarından oğurlanan pullar bizim bu Kənandır, ondan sonra Caviddir, Süleymanov Ələmandır, Orxandır, cənab nazir Vilayət Övəzovun müavinin oğludur və s. axır. Bu cinayətkar dəstənin cibinə girirdi.